Şöyle üçlü tabağımı açtım. Ədəd orta boy kartofu götürürük. Qabığını soyub yuyuruq. Yuduqdan sonra yaxşı salfetkanın köməyi ilə qurulayırıq. Daha sonra kartoflarımızı bu şəkildə doğrayırıq. Doğradığımız kartofları bir qaba əlavə edirik. Daha sonra üzərinə 3 yemək qaşığı duru yağ, yarım çay qaşığı duz, yarım çay qaşığı sarımsaq tozu əlavə edirik. Yarım çay qaşığı da sarı kök əlavə edirik. Yaxşı qarışdırırıq. Daha sonra üzərinə 2 yemək qaşığı buğda nişastası əlavə edirik. Evində buğda nişastası olmayan əvəzində qarğıdalı nişastası da əlavə edə bilər. Kartofu yaxşı qarışdırırıq. Risini götürüb kərə yağı ilə yaxşıca yağlayırıq. Əvvəlcə 200 dərəcə isidilmiş sobamıza listimizi qoyuruq və altı üst bişənə kimi gözləyirik. Hazırlayıb yeyər hər kəsə nuş olsun.